Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın administrasiyası Qrenlandiyanın alınması üçün bir sıra variantları müzakirə edir. Silahlı qüvvələrdən istifadə variantı da istisna edilmir. Müstəqil AS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Caroline Leavitt Cable News Network açıqlamasında bildirib. Onun sözlərinə görə Trump Qrenlandiyanı Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi üçün prioritet və Arktika regionunda rəqiblərin qarşısının alınmasında əsas element hesab edir. Prezident və onun komandası bu mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif variantları müzakirə edir və əlbəttə ki, Amerika Birləşmiş Ştatlarının ordusundan istifadə Ali Baş Komandanın ixtiyarında olan alətlərdən biri olaraq həmişə qalır, Leavitt vurğulayıb. Cable News Network mənbələrinin məlumatına görə, Dövlət Departamenti Dövlət Katibi Marco Rubio'nun komandasının sorğusu əsasında Qrenlandiyanın təbii ehtiyatları, xüsusilə də nadir torpaq elementləri ilə bağlı təhlil hazırlayıb. Sənəddə qeyd olunur ki, ehtiyatların həcmi barədə etibarlı qiymətləndirmələr yoxdur və sərt iqlim şəraiti və infrastrukturun olmaması səbəbindən onların hasilatı son dərəcə baha başa gələcək.